Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Və burada bir R funksiyası yaradılıbdır və R S-i biz tapmalıyıq. S-ə də bu siyahı mənimsədilib. 13, 30, 48, 77, 71, 27, 21 və 19. Yəni yalnız 2 rəqəmli ədədlərdən ibarət olan bir siyahıdır. Və yazıram ki, R-dən sonra deməli S siyahısıdır. Həmin siyahının elementləri 13, 30, 48, 77, 71, 27, 21 və 19. Yəni indi bizim funksiyada bu isə x-i əvəzləyir də, x-in yerində durur əgər r x kimi baxsaq. M boş bir siyahıdır. M boş bir siyahıdır. Və i sıfırdan başlayacaq və x-in ümumi uzunluğu nə qədərdirsə, ora qədər davam edəcək. Və buna i-yə biz indeks kimi baxacağıq. X-in, x bu hissədir ümumilikdə. Buranı indeksliyim. 4, 5, 6, 7. Və əvvəlcə 0, eyni 0 götürsən, onda x-in 0-cı indeksi, yəni 13. Ona böləndə qalıq. Yəni bu ikinci rəqəmi deməkdir. Ona böləndə tam isə bu da birinci rəqəmi deməkdir. Yəni ikinci rəqəmi birinci rəqəmindən böyükdürsə, o zaman həmin i-ni, yəni indeksin özünü m-in 0-cı indeksinə əlavə edirəm. Yəni birinci onda 13-dən başlasam, ikinci rəqəmi birinci rəqəmindən böyükdür, hə? Onda m-in 0-cı indeksinə i-ni, yəni i 0-dır da 0-a əlavə edirəm. 0-cı indeksə, ya düşək ki, bu 0-cı indeksdədir. Sonra 30-a baxsam, ikinci rəqəmi birinci rəqəmindən böyükdürmü? Yox. 48-ə baxıram. İkinci rəqəmi birinci rəqəmindən böyükdürmü? Hə. Onda m-in 0-cı indeksinə 2-ni əlavə edirəm. Onda elə bil ki, əvvəlcə 2 gələcək də. 2 olacaq. Sonra 0 olacaq. Sonra 77-yə baxsam, ikinci rəqəm birinci rəqəmindən böyükdürmü? Yox. 71-ə baxsam, burada da yox. 27-də hə, ikinci rəqəmi birinci rəqəmindən böyükdür. Onda qabağa indeksi 5-i əlavə edirəm. Daha sonra 21-də yox, 19-da ikinci rəqəmi birinci rəqəmindən böyükdür. Hə, onda qabağa 0-cı indeksinə, 0-cı indeksə həmin i-ni 7-ni əlavə edirəm. Onda alınmış M siyahısı olacaq 7, 5, 2 və 0.